Haramların heç birinin dünyada ləzzəti yoxdur. Kim desə ki, haramın ləzzəti var, yalan deyib. Haramın dünyada da ləzzəti yoxdur. Dünyada olsaydı, deyərdim ki, heç olmasa cəhənnəm ev yoxdur. Ahirət nisiyədir. Dünyada nağd ləzzətimi alın, baxarıq, sonra bir təhər Allahla orada danışarıq. Amma nəğd deyil, nəğd deyil. Haramın ləzzəti yoxdur. Necə mən görürəm, sevinir, oynayır filan. Sevinir, oynayır, onun bədəli var. Bədəl o deyil ki, cəza verəcəklər ona. O ki, vücud qabını kiçik bir sevinclə doldurmağa cəhd göstərdi, ruhuna xəyanət elədi. Təbii qayda budur ki, ruh başlayacaq nalə eləməyə, içdən onu, o oynamağı burnundan gələcək mütləq. Oynamaq deyəndə, yəni o haramdan danışırıq da, haramların hər birindən danışırıq. Faciə bundadır ki, günah eləyib dünyada ləzzət axtaran adamlar qiyamətdə başa düşəcək ki, günahın nə dünyada ləzzəti varmış, indi də axirət əlindən çıxıb və onda fəryad, peşmançılıq fəryadı başlayacaq. Şeytanın ən böyük fəndi budur insana. Şeytan nəsə verib, nəyisə almır, şeytan heç nəyə hər şeyi alır. Problem bundadır. Nəyisə verib, nəyisə alsaydı deyərdi, yox. Şeytanın işi budur ki, xəyalı ilə, bir şeyin reallığı ilə yox, xəyalı ilə sənin bütün xoşbəxtliyi əlindən alır. Heç nə vermir, hər şeyi alır. Dəhşət bundadır. Ticarət bu dərəcədə ziyanlıdır. Az verib çox alsaydı, deyər, heç nə vermir, heç nə. Puç-puç xəyallardır. Nəyəsə sən can atırsan günah eləməklə, onun adı var. Gedirsən, görsən ki, içində heç nə yoxdur. Mənə dostlardan bir o gün yazmışdı ki, bir vaxt siz danışırdınız, inanmırdın. İndi deyir, gəlmişəm, təcrübə ilə o şey çıxmışam. Mən deyirdim, əşi yox, belə deyil, filan deyil. Mən gedib axırına çıxacam filan ləzzətin. Getdim, özü yazmışdım, mənim kimdir, üzünü də görməmişəm. Yazmış ki, indi mən yavaş-yavaş həyat mənə başa salır ki, mənim axtardığım düz ünvanda deyilmiş. İndi bütün deyir, o ləzzət sandığım şeylər mənim istirab vasitəmə çevrilir, əzab vasitəmə çevrilir.